yok olar, vətənin yolunda ölən olmasa, ümumilli liderimiz, müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqə sükutla analım. Allah rəhmət eləsin. Bir ayın sultanı müqəddəs Ramazan ayında yazın əvvəlində gəlişiyle qəlbimizdə fərəh və sevinç doğuran 8 Mart Qadınlar Bayramını qeyd etməyə bir yerdə toplaşmışıq. Bu gözəl bayram təbiətin saf, gözəl məxluqlarına bəlkə də bir töhfədir, hədiyədir. Çünki hər bir qadın özlüyündə bir bahardır. Azərbaycan qadınlarının mənəvi və zahiri gözəlliyini vurgulamaq istəyirəm. Çünki Azərbaycan qadınları tariximizin tüm dövrlərində özünün əzmi, iradəsi, mübariz ruhu ilə milli mənəvi dəyərlərimizi yaşatmış, gənc nəsillərə ötürmüş və onu qorumuşdur. Azərbaycan qadını bəşəriyyətin mədəni söz xəzinəsinə böyük xiridarlar bəxş etmişdir. Azərbaycan qadını görkəmli siyasi xadimlər, elm və sənət xadimləri yetişdirmişdir. Və nəhayət Azərbaycan qadını mübariz ruhlu, qəhrəman igid oğullar böyütmüşdür. Azərbaycan üçün ləyaqətli, layiqli övladlar yetişmişdir. Əziz xanımlar, Çəmbərək rayonunun dəyərli xanımları, bugün bizim tədbirdə Azərbaycanımızın müstəqilliyi naminə gecə gündüz yorulmadan çalışan, xidmət edən, müxtəlif sahələri təmsil edən qadınlarımız əyləşibdir. Mən sizin hər birinizi bahar təravətli bayram münasibətilə təbrik edirəm. Bu sizin ömrünüz bahar çiçəkləri kimi təravətli və gözəl olsun. İnki bilir ki, 8 Mart Beynəlxalq Qadınlar Gününün bir tarihi var. Və bu tarih beynəlxalq səviyyədə qeyd olunmasına bilirsiniz ki, Alman kommunist və qadın hüquqları üzrə müdafiəçi Clara Zetkin'in təklifi ilə oldu. Belə ki, 1910-cu ildə Kopenhagen'də 17 ölkəni təmsil edən 100 qadın bu bayramın beynəlxalq səviyyədə qeyd olunmasına yekrinliklə səs verdilər. Bunu da qeyd etmək istəyirəm ki, əziz xanımlar, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi bəyannamə ilə bərabər hüquqlu seçmək və seçilmək hüququ ilə yanaşı, şərqdə ilk dəfə səs vermə hüququnu, səs vermə imkanını Azərbaycanlı qadınlar qazandı o imkanı. Yəni bu da tarixdən bir faktdır, yəqin ki, ziyalı xanımlarımız bilir. Və bugünkü gün müasir Azərbaycanda qadınlarca qadını ən yüksək mənsəbə, ən gözəl dəyərə layiqdir. Çünki Azərbaycan qadını ən ali dəyərin ünvanı səmrəyinə layiqdir. Mən xüsusi olaraq vurgulamaq istəyirəm ki, bizim Azərbaycan qadınları bizim müstəqillik dövründə qazandığımız nailiyyətlərin yüksək həddinə çarpması üçün, parlaq qələbənin qazanması üçün böyük fədakarlıq göstərirlər.
zamanlarında, fəaliyyətində xüsusi uğurlarla seçilən bir il oldu. Tədbirlərdən biri də Qərbi Azərbaycanın televiziyası üçün çəkilmişdi və bizim indi istəyirəm ki, hamımız ekrana baxaq, o gözəl tədbirin, o gözəl çəkilişin qısa bir video lentini birgə izləyək. Dədə-baba torpaqlarımıza, Qərbi Azərbaycana dönmək. Və hər birimizin qəlbində, ürəyində o inan var ki, biz torpaqlarımıza qayıdacağıq. Qəlbimizdə bu ümidi möhkəmlədən möhtərəm cənab prezidentimizin ağıllı və müdrik siyasətidir. Hər birinizi salamlayıram. Aynura xanım yetərincə geniş danışdı. Ona görə mən çıxışımı sadəcə Türk qadınına həsr elədiyim bir şeirlə kifayətlənmək istəyirəm. Dastanlaşıb Türk qadının məhəbbəti, sədaqəti. Yağlarla döyüşlərdə, savaşlarda şücaəti. Unudulmaz tariximə yazdırmışsan öz adını. Ana kimi müqəddəssən, mübarizsən Türk qadını. Mən bütün Türk qadınları ilə, o cümlədən də sizlərlə fəxr edirəm. Bayramımız mübarək olsun. Çıxışımın davamı olaraq mən istədim ki, hər yaratdığı incidə özünün ürəyini qoyan qadınlarımız var. Və belə qadınlardan biri bu yaxınlarda 75 illiyini qeyd elədiyimiz və bizim qonşu kəndimizdən olan Zöhrə qarımızını dəvət edirəm. Ramazan ətri cüməniz mübarək olsun. Qoy Allah tutduğunuz oruçları, qıldığınız namazı, etdiyiniz duaları qəbul edəsin. Bugün çox gözəl gündür, gözəl bir məkanda toplaşmışsınız. Bu gözəl gün münasibətindən hamınızı təbrik edirəm. Varlığı, cahanı, aləmi bəzər. Dünyamız anasız olmasın Allah. Hər bir yarananın bir ömrü olur. Bir gün çiçəyi açan, bir gündə solur. Ürəklər sızlayır, gözlər hey dolur. Analar çiçək tək solmasın Allah. Anasız olmasın ömrü heç kəsin. Cahan bir yanadır, o bir yanadır. Everest zirvəsi bu inciməsin. Dünyada ən uca zirvə anadır. Bugünkü tədbirdə bizim şəhid analarımız iştirak edir. Ona görə biz ömrümüzün sonuna kimi bu qəhrəman anaların qarşısında borcluyuq.
Tək şəhidləri deməyəcəm mən. Qazilərimizdir, ordumuzdur, əsgərlərimizdir, hərbçilərimizdir. Qürurlu xalqımızdır, bir olduq, birlik olduq. İnşallah ki, buradakı xanımları, başda şəhid analarını, şəhid xanımlarını, onların evlatlarını, qazilərin yoldaşlarını, ondan sonra buradakı xanımları, bütün Azərbaycanımızın xanımlarının başına gələn 8 mart. Ondan sonra Novruz bayramına münasibəti ilə təbrik edirəm. Həmçinin müqəddəs günləri yaşayırıq Ramazan günü. Və bax gələk, inşallah arzu qabaqlarımıza da qayıdarıq. Oranın həsrətinə yaşayırıq. Sağ olun. Arzulayıram. Biz anaların ürəyi yaralıyıq. Allah qazilərimizə şəfa versin. Biz analara da Allah səbir verir. Səbir. Bir də istəyirəm ki, tədbirimiz bir gözəl musiqi növbəsi ilə davam eləsin. Azərbaycan qadınının geyimi, milli geyimləri adətən ya araqçıyla, ya kəlağayı ilə tamamlanardı və hər bir kəlağayı bir ürəyin, bir qəlbin ipək üzərində hekayəsidir. Mən çox istəyərdim ki, bizim milli geyimləri biz qadınların əynində sevimli libas kimi görək, biz bunu aktuallaşdıraq, çünki Azərbaycan qadınlarının milli geyimləri həqiqətən təbiətdən gözəl rənglər götürür. Zirmədən, ipəkdən, məxlərdən tikilmiş bir-birindən gözəl geyimlərdir. Hər birinizi gün bayramı münasibətilə təbrik edirəm. Çox arzu elədiyiniz bir gündür. Bugün bizim qadınların bayramıdır. Günümüzdə gəldiğim zamanlarda qadınların 35-55 yaşındakı xanımlara necə müraciət Ayrı xanımın düzəlişinə görə 35-55 yaşındakı xanımlara xatun yox, xanım deyə müraciət edir. Qədim zamanlarda qadınların xüsusi müraciət formaları var idi. 75 yaşdan yuxarı yaşlı olan qadınlara necə müraciət edir? Əlbəttə xatun deyə müraciət edir. Çox hörmətli tədbir iştirakçıları, gözəl fəmilləri, əziz xanımlar, əziz Azərbaycan qadınları. Hər birinizi salamlayıram. Hər birinizə ən gözəl günlər arzu edirəm. Xanım kimi hər zaman belə gözəl, belə görəcək, gözəl həyatınız olsun. Birimizdə gəldiyim zamanlarda qadınların xüsusi müraciət formaları var idi. Bunlardan da biri 15 yaşına qədər olan qızlara necə müraciət olunurdu? Əlbəttə. Hamınızı salamlayıram. Bugün bizim için hoş bir gündür. Adın şərəflidir sənin ey qadın, dahilər anası çağırılır adın. Dilimizdə qədim zamanlarda qadınların xüsusi müraciət formaları var idi. 55-75 yaşlı qadınlara necə müraciət olunurdu? Hamımıza xatunluq zirvəsi arzulayıram. Sağlıqlı, qeydli ömür. Sağ olun. Axşamınız xeyir olsun, əziz xanımlar, dəyərli xanımlar. Mən torpağa bağlı, öz keçmişinə bağlı bir insanım. Gözəl məclisi öz doğma elimizdə, obamızda təşkil inşallah. İnşallah. Dilimizə gəldiyim zamanlarda qadınların xüsusi müraciət formaları var idi. 15-35 yaşlı qız və qadınlara necə müraciət olunurdu? Bizim sualımızın cavabı bəyindir. Teşekkür ederim. Bu hem de bizim tarihimize bir ekskursiya oldu. Demek,
Dilimizdə qədim zamanlarda qadınların xüsusi müraciət formaları var idi. 15 yaşına qədər olan qızlara banu, 15-35 yaşlı qız və qadınlara bəyim, 35-55 yaşındakilara xanım, 55-75 yaşlılara hatun, 75'ten yukarı yaş olan kadınlara ise hanım, hatun deyilirler. Gelin kadınlarımızı alkışlayalım. Akşamınız xeyir olsun. Benim gül yüzlü, güzel bacılarım. Təbrik edirəm Azərbaycan Qadınlar Bayramı münasibətilə. Bugün benim sevincimi herkesin yoktur. Böyle güzel hanımları benim günümü burada görməyimə göre çok sevinirəm. Sizin her birinize can sağlığı, uzun ömür, qarlı xoşbəxtliyi arzuluyorum. Bu gece kendimiz yuxuma gelip, yuxumu vətənə yetir ay bahar. Atalı analı şən günlərimə qovuşum Allah'a xətir ay bahar. Bir daha her birinizi təbrik edirəm, sizlərə sağlamdan, xoşbəxt dərəcə yazılıyam, var olmayacağım. Əziz və gözəl xanımlar, hamınızı bayramınızı təbrik edirəm. Elimizin, obamızın değerli hanımları, cəmiyyətdən özəl yer tutan, özünü, öz fikrini ifadə edebilən, xalqının, elinin, obasının bugün için, sabah için çalışan hanımlardır. Biz dəsti xətli olan, müəllifi olmayan bir torpağın övladlarıyıq. O torpağın səsi, ahəngi, nəfəsi sizlərsiniz. Sizin kimi hanımlar arasında olmak hoşdur. Allah'tan da size ömür versin. Sağ olun. Biz mütləq Qərbi Azərbaycana dönəcəyik. Hər birinizi bu bayram münasibətilə təbrik edirəm. Hər birinizə ailə saadəti, xoşbəxtlik arzu edirəm. İnşallah növbəti olacaqlarımızı görecək ətrafında, öz torpaqlarımızda keçir. Hanımlarımızı, Azərbaycan hanımlarını təbrik edirəm. Və bizim birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan hanımlarımıza 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə İndi isə tədbirimizin ən maraqlı hissəsinə gəldik çatdıq. Bizim tədbirdə el sənətkarlarımız iştirak edir. Aşıq sənət.
Hamınızı öpürəm, hamınıza can sağlığı arzulayıram. Yeni bayram ərəfəsində görüşmək. Sağ olun. Hamımızın adından, Çəmbərək rayonu icması adından Aynurə xanıma təşəkkür edirəm. Bu bizim mədəniyyətimizin, mədəni irsimizin daim yaddaşlarda qalması üçün, möhkəmlənməsi üçün gözəl bir tədbir idi. Bugün sizin yüzünüzde